Mənə Instagrama hər gün kimlərsə yazır ki, qurban olaram, uşağım xəstədir, mənə kömək elə. Ya yazır ki, nə bilim, bacıma əməliyyatına pul lazımdır, səndən borc istəyirəm falan. Mən həmişə deyirəm ki, bala siz o cəsarəti hardan tapırsınız ki, tanımadığınız adama yazırsınız ki, nə var, indi biraz populyardır, biraz fikirsiz pulu var ki, mənə bu qədər borc ver də. Deyirəm, səndən mənə nə qat olub, sən mənə nə dəyər vermirsən ki, sən o cəsarəti əldə elədin ki, məndən nəsə borc istəyəsən. Onu istəyə bilmək üçün nə vaxtsa gələcəkdə kimdənsə siz insanlara nələrsə dəyər qatmalısınız ki, sizə lazım olanda o adamdan nəsə istəyəndə bir üzünüz olsun, ikincisi də biləsiniz ki, o adamın vermə ehtimalı var. Sən heç kimə heç vaxt bir faydan olmasın. Sonra hamı sənə borcluymuş kimi çıx dinən ki, ay qurban olaram, mənə kömək eləyin, filan kəsim xəstədir. Yenə də axmaq adamlar var onlara kömək eləyən. Amma sən o nəyə görə gəlib sosial mediada dilənirlər? Çünki qohumları belə onlara yiyə çıxmır. Yəni bunlar heç qohumlarına belə bir fayda verməyiblər ki, bir qohumları çətin vaxtı bunları dəstək olsun. Odur. Yəni network'ün sirri odur ki, yararsız adam olmayın. Yəni elə bir adam olun, özünüzdə elə işləyin, özünüzdə elə bir skilllər əldə edin ki, siz həmişə hamıya lazım olasınız.